Sizləri salamlayıram. Yenə möhtəşəm bir həyət evindən. Həyət evimiz ümumilikdə 8 sot torpaq sahəsinin içərisində inşa edilib 2 mərtəbə plus 1 zirzəmi alanından ibarətdir. Ümumilikdə 6 otaqdır. Ümumi torpaq sahəsi 8 sotdur. Bağlı bağçalı, bütün şəraitləri ilə bir yerdə, təcili şəkildə bu gördüyünüz gözəl həyət evimiz satışa çıxıb. Ünvanı qeyd edim sizə, Bakı şəhəri, Abşeron rayon Masazır qəsəbəsində məktəbin tam qarşısına yerləşən bu ev satışa çıxdı. Torpağın da, evin də çıxarışı var. Şəhərli şəraitlidir. Bütün avadanlıqları ilə bir yerdə satılır. Ola bilsin ki, içərisindən 1-2 əşyalar götürüləcək. Qalan əşyaları qalacaq evin içərisində. Görürsünüz, belə bir geniş həyətimiz var. Kifayət qədər böyükdür. Həyətində dekorativ ağaclar, meyvə ağacları, istirahət güşəsi, əlavə də olaraq həyət üçün böyük bir alanda mətbəx və əlavədə bir otağımız var. Plussa evin giriş hissəsində əlavə bir maşın qarajıdır. Pultla idarə olunan maşın girişi üçün darvazamızdır. Gəlin ilk öncə sizlərə həyətin təqdim eləyim. Evdə bütün şəraitimiz var. Zəhmət olmasa videonun sonuna qədər izləyin. Bütün məlumatlara, qiymətlərlə tanış olun. Evin böyrü hissələrinə, hər tərəfinə keçid mümkündür. Həqiqətən də ideal bir həyət evidir. Bugünkü gündə açılacağım qiymətə 8 sot torpaq sahəsini alıb bu evi tikmək, yəni qeyri-mümkün bir şeydir. Sadəcə olaraq əmlak sahibinə pul ehtiyacı olduğu üçün bu gördüyünüz gözəl həyət evimizi satışa çıxardıb. Baxın, həyətdə istirahət güşəsidir. Yəni söhbətgah deyək. Burada da evimizin dörd bir tərəfinə keçməyə, həyətdə bacada yerimizdir. Çox səliqəli, çox gözəl bir evdir. Həyət üçün ümumi sanuzeldir. Baxın, bura istifadə olunmur. Gəlin keçək evimizin içərisinə. İçərisindən sonra da keçərik həyətdə. Mətbəxdə sizə təqdim eləyərəm. Qiyməti videonun sonunda açıqlayacağam. Sonuna qədər izləmədə qalın, zəhmət olmasa. Görürsünüz, baxın. Belə bir gözəl çöl görkəmimiz var. Yəni dəyərindən qat-qat ucuz bir qiymətə təklif olunur. Real alıcıya endirim var. Daxil olarkən bizi belə bir alan qarşılayır, giriş hissəsi. Girişdən daxil oluruq içəri, böyük bir foyemiz qarşılayır. Baxın, belə bir təqdim edeyim sizə. Giriş hissəmizdir. Bura evin böyük bir foyesidir. İkinci mərtəbəyə çıxış pilləkəndir. Sağda birinci mərtəbənin ümumi sanuzeli. Zirzəmiyə düşmək üçün pilləkəndir. Solda böyük mətbəxdir. Mətbəxin də içərisindən stalovası var, özünə məxsus. Burada geniş qonaq otağı və iş otağıdır. Ümumilikdə 6 otaqdır. 6 otağın içərisində iş otağıdır, qardirovun otaqlardır, getmir onlar. Heç biri. Gəlin sizə təqdim edeyim böyük ölçüyə malik olan qonaq otağımız. Təqribən ümumi sahəsi evimizin 400 kvadrat metrdir. Görürsünüz, belə bir gözəl, geniş ölçüyə malik qonaq otağımızdır. Qonaq otağında gördüyünüz mebellər qalacaq. Döşəməmiz parketdir, səliqəli, səhmanlı, gözəl bir həyət evidir. Zirzəmisini sizə təqdim edeyim. Baxın, bura zirzəmi alandır. Dərin belə bir zirzəmisi var. Belə bir söz deyim, dəyərli dostlar. Bu gördüyünüz həyət evi əsl bina kimi tikilib yəni. Tikintisi yəni o qədər möhkəmdir. Burada da belə deyək, qardirovun otaqdır, bir dənə də əlavə olaraq birinci mərtəbədə. Ən xoşuma gələn ərazi mətbəxdir həqiqətən də. Yəni qadınların ən çox xoşladığı alan mətbəxti təqdim edirəm. Görürsünüz, geniş ölçüyə malik, səliqəli mətbəxtimiz. Mətbəxtin sol tərəfində stalovası. Çox böyük bir üstünlükdür bu, dəyərli dostlar. Ora iş otağı idi, ona təqdim eləyəməyəcəm siz üçün. Sanuzeli təqdim eləyim. Görürsünüz, belə bir səliqəli sanuzel. Çıxaq ikinci mərtəbəyə. Çıxırıq ikinci mərtəbəyə.
Birinci və ikinci mərtəbə arası monolit betondur. Həqiqətən də evimiz çox yüksək səviyyədə, yüksək keyfiyyətlə tikilib. İkinci mərtəbənin geniş koridor hissəsi. Görürsünüz, səliqəli, gözəl, böyük ölçüyə malik koridorumuz. Sağda ümumi sanuzel, sağ istiqamətində yataq otağı. Yataq otaqları, qardirovlu otaq və uşaq otağımız. Gəlin sizə təqdim edeyim birinci yataq otağından. Baxın, belə bir səliqəli, böyük ölçüyə malik yataq otağımız. Bu da gözəl bir yataq otağıdır. Qısa video çəkirəm otaqlardan, dəyərli izləyicilər. Gəlib baxanda daha rahat görə biləcəksiniz. Video çünki çox uzun gedir. Bura uşaq otağımızdır. Baxın, uşaq otağı. Bura böyük yataq otağıdır. Böyük yataq otağında içində özünə məxsus sanitar qovşağımız var. Və buradan da eyvana çıxışdır. Baxın, belə bir geniş ölçüyə malik yataq otağı. Burada ümumi sanuzel. Dəyərli izləyicilər, sənəd paket qupçadır. Evin də, torpağın da sənədi hazır əldədir. Qiymətimizi sizə açıqlayıram, sonuncu otaqdan açıqlayacağım. Bu da 6-cı otağımızdır, kifayət qədər böyük. Qiyməti dəyərli izləyicilər, dəyərli müştərilərimiz, qiyməti 400.000 manatdır. Real alıcı ilə birbaşa əmlak sahibinin özü ilə görüşülüb danışılacaq. Diqqətinizə görə, vaxtınızı bizə ayırdığınıza görə hər birinizə təşəkkürlər.